Salam, hörmətli Azərbaycan xalqım. Salam. Yəni, nə barədə burada mən demək istərdim? İndi bu günləri ayın biridir. 2026-cı ildir. Yəni, baxın görün, mən girdim Google'da, Wikipedia'ya, yazdım orada Laçın Kürd Cumhuriyyəti çıxdı. İndi baxın görün ki, bunlar hələ 92-ci ildən indiyənəcən Qarabağı deməli Kürd Respublikası eləmək istəyirlər. Ona görə də bu Wikipedia'da bunu yazıblar. Hara baxır Azərbaycanın, yəni Xarici İşlər Nazirliyi, hara baxır Azərbaycanın mədəniyyəti, hara baxır Azərbaycanın bu bütün dövlətçilik üzrə olanları, hara baxırlar bunlar? Bu Oğraş İlham və onun ətrafında olanlar, Fuad Ələsgərovdur, Ramiz Mehdiyevdir, Vəli Nağıyevdir, deməli Vilayət Eyvazovdur, Kamran Əliyevdir və bütün dövlət başında oturanlar bəyəm kardılar, kordular, laldılar. Bilmirlər ki, bunlar bu dövlətin strukturunu qoyanlar kimlərdir? Yaxşı belə, çünki özləridir. Özləri bunun kuklavodlarıdır, özləri bunu həyata keçirdilər. Bu oğraşlar, anasının əmcəyini kəsən mağara təfəkkürlü adamlar. Bunlar hamısı məhv olunmalıdır. Bunların qanı halaldır bütün Azərbaycan xalqına. Başa düşürsünüzmü? Siz baxın görün ki, Azərbaycanda bunlar nə ilə məşğul olurlar? Deməli, Azərbaycanın yenə parçalanma məsələsi gedir. Bütün Qarabağa ki, 30 il heç kim köçənməyəcək, minalanıb da hamısı Gopalogiyadır, yalan söhbətlərdir. Bakının da məsələn üçün bütün Abşeron yarımadasının hamısının alınması da bunlar hamısı, yəni ki, orada ayrıca siyonistlərin bir torpağı olacaqdır. Bakılılar da yatıblar, yəni Qarabağlılar da yatıblar. Mən belə deyərdim. Bu qədər şəhidlər verdik, bu qədər nəyə görə idi? Sən demə bu Kürdistan dövlətinin yaranması üçündür. 1992-ci ildə bunun təməli qoyulubdur. Deməli bu Corbagor atası Cumadar olan Heydər Əliyev tərəfindən, Oğraş tərəfindən qoyulubdur bu. Deməli, bunun bu davamçıları həyata keçirdirlər. Ona görə bunların hamısının ağzı cırılmalıdır. Bütün qohum əqrəbələri hamısı həbs olunmalıdır. Bunu necə həbs eləmək lazımdır? Necə məhv eləmək lazımdır bunları? Bu qədər çağışlı olur. İndi yadındadır, 26-cı il ən ağır ildir. Odlu at ilidir. Yəni ki, bunu deyiblər ki, yəni qaça-qaçsaq düşəcək. Burada heç nədən çəkinmək lazımdır. Sizə dediyim kimi, hər şeyi hazırlayırsınız. Zəncirdən tutmuş, fitildən tutmuş, qılıncdan, silahdan nə varsa hamısı. Bunu başlamaq üçün birinci növbədə bunların ailələri girov götürülməlidir. 3'lük düzəldin, 10 nəfər olun, 10'luq düzəldin, 20'lik düzəldin, 5'lik düzəldin, 3'lük düzəldin. Yəni beləsinə birləşin. Bunların hamısının ailələri hamısı girov götürülməlidir ki, bunlar oğraşa diz üstə otursunlar yerə. Başqa cürə mümkün deyil. Bunlar hamısı qırılmalıdır. Başa düşün ki, bunlar artıq Laçın Respublikasını, Kürt Respublikasını düzəldirlər. Başa düşürsünüzmü? Buna gedir hamısı. Ona görə Azərbaycandan 6 milyon insanları qovurlar. Ona görə milli qeyrəti olanlar hamısını tutub basırlar türməyə, zindana. 50 mindən yuxarı zindanda adamlar var. Başa düşün. Amma bunlar hamısı Azərbaycan xalqının qızılını, neftini, yeraltı yerüstü sərvətini, qara kürüsünü hamısını yığıb, oğurlayıb satırlar, həm də ki, erişiklə ilə məşğular. Azərbaycanda fahişəxanalar açıblar. 14-15 yaşında oğlan, qız uşaqlarını zorlayırlar. Haqq sözünü deyən apap polisi dalına dubinka soxurlar. Şəhər içində hansı bir qadında, hansı bir kişidir, axşam vaxtı ailəsi ilə gedəndə saxlayır polislər. Zorlayırlar. Nəyə görə? Çünki polislər Azərbaycan türkləri deyil, Azərbaycan avarı deyil, ləzgisi deyil, necə deyərlər, talışı deyil, Kürdü deyil, Azərbaycanın yanı. Bunlar hamısı Laçın Kürd devlətini yaradırlar, demə. Bütün Qarabağdır, həm Zəngəzur tərəfdir, yalandan Qərbi Azərbaycan zad adı altında işlədilər. Sən demə, komanda yığırlar bunlar. Bunlar əməlli başlı komanda yığırlar ki, Kürdistan dövlətinin təməlini qoysunlar və onu həyata keçirsinlər. Bax, bunun üstündə gedir soyqırım. Ona görə Azərbaycan xalqına soyqırım eləyirlər. Ona görə Azərbaycan xalqını tapdalayırlar, qovurlar, başlarını oynatsırlar. Bir də adını öldürdülər. Nə qədər məsələn üçün haqq sözünü deyənləri öldürdülər. Nə qədər bizim cavan jurnalist xanımlarımızı hamısını basıblar türməyə. Niyə haqq sözünü deyirlər? Tofiq Yaqublu və onun
qızını gördünüz mü, zəhərlədilər, öldürdülər. Əli Kərimli komandası ilə tutub basıblar, həmçinin türməyə, zindanda saxlayırlar bu uğraşda. Bunlar hamısı qırılmalıdır, ona görə hamı qalxmalıdır ayağa, bəsdir tabi, sustuz, ağzınıza su aldınız, qorxuram. Onsuz da ölürsən də, kimi yetişdirirsən evdə? Nökər yetişdirirsən bunlar üçün, qul yetişdirirsən bunlar üçün. Nə deyəcək uşaq böyüyəndə sən? Deyəcək, ay, mənə böyütmüsən ki, mən qul olum. Qızın da böyüyəndə deyəcək, nədir? Ay, mənə böyütmüsən, bundan qəhbəsi olum, bundan altına yıxılım. Bütün ərəbləri, Afrikanları, Hindistanlıları, Pakistanlıları, İraqdan gələnə tökür hamısını, nə var, cavan, gözəl qız uşaqlarımızı zorlasınlar. Oğlan uşaqlarımızı, 14-15 yaşında oğlan uşaqlarımızı aparıb zorlayırlar bu uğraşda. Nə vaxt siz gələsiniz bir düşüncəyə? Hanı sizin milli qeyrətiniz, hanı sizin kişiliyiniz? Bu millət düzələn döl deyirlər. O millət düzəlmir, o sözü deyən. Dur sən düzəl ginən, sən gəl qoşul ginən bizə. Niyə qoşulmursunuz Qabilə, Elşada, Zəki kişiyə, Orxana, Manafa, qeyri başqalarına da var da hamısı. Qoşun hamımız bir yerdə bir 10 bin, 100 bin olaq, çıxaq bundan ağızlarını cıraqda tökək yeri hamısını da. Bakılılar da ki, heç də. Görmüsünüz Bakının siyonistlər neynirlər? Alırlar hamını, bu qanımız qul kimi, nökər kimi, uşaqlarımız narkomaniya ilə məşğuldur. Məktəblərdə mamarozalar, dərsat keçmirlər, institutlar, tariximizi tapdalayıblar, hər şeyi, hamısını oğurlayıb yazırlar başqa millətlərin adına, erməninin adına, nə bilim, kimin adına götürüb yazırlar. Ağıla gəlməmsiniz hələ, hələ başa düşmürsünüz nədən gedir söhbət? Neçə illərdir bu barədə deyirik sizə, neçə illərdir, bir gün döl, 2 gün döl, 3 gün döl, 1 il döl, 10 il döl. Neçə illər deyirik ki, bunlar nə ilə məşğuldurlar? Hələ siz bir millət olaraq bir yerə toplaşa bilmirsiniz. Hə? Ağlınız var sizin. Bir görmürsünüz ki, Azərbaycanı artıq şu neçə yerə parçalayıblar, neçə yerə bölüblər. Böyle də gedirlər. Bəsdüründə ta da bir qeyrətə gəlin, kişiliyə yanında da rahat istədikləri kimi girirlər evdə, tutub qızımı zorlayırlar, arvadımı zorlayırlar. Oğlumu çırpırlar, dalına dubinka soxurlar. Nə qədər göstərmiş hissə ki, şəhərdə adındadır, polis maşını gedir, saxlayır adındadır, cavan gəlini salır içəri, ağzını mındardır ki, mən bugün kayfım durubdur, belə istəyirəm. Neçə dəfə sizə göstərmişik ki, cavan oğlan, uşaqdır. Polis saxlayır, salır maşına boşum, deyir, eləmə günə belə, deyir, yox, almalısan ağzı var. Çatmır sizə söz nədən gedir. Sizə başlamış o Bakının ağsaqqalları başlayıblar tərifləməyə ki, Ulu Öndər Heydərə götbərən Heydərdir o. Uğraş ilhamdır o. Gözü ilə qızının neçə nəfər onu tutub adına da o sırıta qoyubdur, Eminlə başqa. Neçə nəfər onu doğuzdırıbdır. Gördünüz, gözü ilə görüb götürən uğraşdır. Çatmır sizə söz. Bir qeyrətin böyüdür. Dalını qumarda qoymaq məsələsi də elə burada. Bunun dalını çoxdan qayırıblar prezident qoymaq üçün. Ağzına da veriblər, dalını da qayırıblar. Hansı mədəniyyətdən danışaq? Hansı qeyrətdən danışaq? Hansı milli birlikdən danışaq bizə? Ki bu millət hamısı qaçıb bütün SNG-də gedir dilənir, Avropada dilənir, qul kimi hamısı işləyir. Bəsdüründə də gəlin torpağımıza sahib çıxaqın, özümüz ayda elə hər birimiz 5 min, 10 bin yaxşı maaşlar alağında bunu təşkil eləyəyim də. Azərbaycan deyirlər, mənə nə inib? Azərbaycan sənə bir şey eləmək üçün gəlirsən, qalxıb döyüşəsən bu Azərbaycanda. O rəhbərliyi düzəldəsən, o dövlətçi düzəlsən, savadlı, bilikli, alim insanları oturasan dövlət başında. Nə eləməlidir ki Azərbaycan sənin üçün? Azərbaycan torpaqdır, vətəndir. Vətənin evlatları gəlin bunu həyata keçirsin. Vətənin nər kişiləri bunu həyata keçirməlidir. Ona görə də ağla gəlin də, nə qədər sizə deməliyik? Nə qədər biz sizə deməlisiz, yatasız eləmə, mən gedim tək ki, qarnımı güdüm. Qarnını da necə güdürsən, ha bala, pul yollayırsan, onu da neçə faizini tuturlar. Kimdə ki, çoxlu pul yollayır, Azərbaycan gəndə tutub onu sağırlar, doluya otuzdırırlar. Azdır bəyən belə şeylər. Nə qədər biz neçə illərdir sizə bu arada deyirik. Ona görə mən hamınızı çağırıram, Qabil və Qabil Nəqirdə qardaşların ətrafında birləşin, Qabillə irəli deyə, qeyri başqaları da kimlər varsa hamısı bircə olağın, bu rejimin anasını ağlatmaq lazımdır. Bu rejimin başını it oynatmaq lazımdır. Bu rejimin məhv eləməklə, tapdalamaq lazımdır. Bütün qohum əqrəbələrini girov götürmək lazımdır. Özlərində diz üstə otuzdurub qəfəsə salmaq lazımdır bu uğraşları. Ona görə bu yeni il dölmə, ona görə də yeni il təbrik eləmirəm. Yoxdur Azərbaycanda yeni il. Azərbaycan Kəlbəladır. Azərbaycan Kəlbəladır. Bütün Məhəmməd ümmətdə 5 mindən yuxarı zindanda oturanlar var. Ağıla gəlin ha balalar. Ay kişilər. Başa düşürsünüzmü? Hamı döyüşə hazır olsun.
hamı döyüşə hazır olsun. Allah əmanəti. Gözləyirəm tezliklə sizin döyüşə hazır olmağınızı.